Salam uşaqlar, bugünkü dərsimiz 11-ci sinif güvən kitabından üçbucaqlar bölməsindən olan testlərdir. Ardına yazacağım testlərdən 180-cı testdən başlayacağıq. Demək, düzbucaqlı üçbucağın katetləri uyğun olaraq 5-12 santimetrdir. Bu üçbucağın daxilinə çəkilmiş çevirən radiusu neçə santimetr olar? Uşaqlar, düzbucaqlı üçbucağı eşidən kimi katetləri, yəni eşidən kimi yadımıza nə düşür? Pifaqor teoremi yadımıza düşür. Pifaqor ədədlərini əzbər bilin. Katetlərin demək kvadratları cəmi nəyə bərabər idi? Hipotenuzun kvadratına. Yəni 5, 12, 13. Pifaqor ədədlərini əzbər biləndə məsələ asanlıqla həll oluna bilər. Yəni vaxt az aparar, belə deyək. 5-in kvadratı üstünə 12-in kvadratını gələndə 13-in kvadratı edir. Bunları tapdı. Düzbucaqlı üçbucağın daxilinə çəkilmiş çevirən radiusu uşaqlar necə idi? A üstə gəlir B çıx C bölü 2 idi. 5 üstə gəlinsin 12. Çıxsın 13 bölünsün 2 bərabərdir 4 bölünsün 2 2. Baxaq 181-ə. 181-də bizə deyir ki, üçbucaq verilibdir bizə. Bu üçbucaqda bərabər yanlı üçbucaqdır. Oturacağı 5 santimetrdir. ABC üçbucağı deyir ki, AC 5 santim, bucaq ABC 60 dərəcədən deyir böyükdür. ABC üçbucağının perimetrinin ən böyük tam qiymətini tapın. Bərabər yanlıdır. Bunu qeyd edək. Bucağı deyirsə bizə uşaqlar, bucaq verəndə yəni yadımıza düşür ki, bucaq, sonra bir də qarşı tərəf. Onda nə yadımıza düşür? Kosinus teoremi yadımıza düşür. Kosinus teoremi necə idi? Bucağın qarşısındakı tərəfin kvadratı, 5-in kvadratı bərabərdir. Məsəl üçün, bura 1x qoyuramsa, demək bu da x-dir. Necə idi? Həmin bucağa bitişik tərəflərin kvadratlarının cəmi çıxılsın, həmin tərəflərin hasili vurulsun arasındakı bucağın kosinusuna. Yəni belə idi. İndi buradan da 25 bərabərdir 2x kvadratı çıx. Bu 2x kvadratı vurulsun kosinus alfaya. Buradan 2x kvadratı mörtəzi xaricən çıxsa içəridə nə qalar? 1 çıxılsın kosinus alfa bərabərdir 25 qalar. Mən buradan nəyi tapmağa çalışıram uşaqlar? Mən tapmağa çalışıram x-i. Yəni tərəfi. Çünki məndən perimetr istəyir axı. Ona görə x-i tapmağa çalışıram. Buradan da x kvadrat nəyə bərabərdir uşaqlar? 25 bölünsün, 2 vurulsun, 1 çıxılsın kosinus alfaya. Aha, indi mən bu tərəfin kvadratı, yəni belə bir nəticəyə gəldim. İndi gedirəm, bucağın kosinüsü mənə demişdi ki, 60 dərəcədən böyükdür. 60 dərəcədən böyükdürsə uşaqlar, onda ya iti bucağı da 60-dan böyük, ya düz bucağı, ya da kör bucağı. Yəni 180-dan böyük ola bilməz ki, düzdür. Onda kosinus alfa 60 dərəcə ilə 180 dərəcə arasında yerləşir. Bucağın kosinusunda dərəcə ölçüsü artdıqca onun qiyməti də artır. Qiyməti isə azalır, belə deyək. Ona görə birinci 180-ın qiymətindən başlayacağım. Demək, kosinus 180-da -1 alır. Sonra 60 dərəcədə nə alır? 2-də 1 alır. Demək, kosinusun qiymətləri -1 ilə 2-də 1 arasında dəyişirsə, gəlin burada yerinə qoyuram. X kvadratı bərabərdir. Vaxt aparmam üçün şifahi qoyacağım. Bura -1 qoysam 1 çıx -1 eləyər müsbət 2. 2-ni 2-yə vuraram, olar 4-də 25. X kvadratı 4-də 25-dirsə, x 2-də 5-dir. İndi bir dəfə də nəyə qoyacağım yerinə uşaqlar? 2-də 1-i qoyacağım. 1-dən 2-də 1 çıxanda eləyər 2-də 1, 2-də 1-i 2-yə vuranda 1, 25-i 1-ə böləndə 25. X kvadratı 25 isə x də 5-dir. Demək, bu axı aralıq şəklində idi. 2 qat bərabərliyi düzdür uşaqlar. Yəni ki, 2-də 5 ilə 5 qiymətini özünə ala bilməz. Yəni, bu 2-də 5 də neçə deməkdir? 2,5. Yəni, 2,5 ilə 5 qiymətini ala bilməz x tərəfi. Bunların arasında olan ən böyük tam qiymət neçədir uşaqlar? 4-dür. Demək, 4 qiymətini ala bilər. Onda demək, perimetr nəyə bərabər oldu? 4 üstə gəl, 4 üstə gəlinsin 5-ə. 4 üstə gəl, 4 üstə gəl 5. 3 tərəfinin, yəni cəmi bərabərdir 13 santimetrə. Baxaq 182-yə. 182-də bizə üçbucaq verib. Baxaq. Demək, üçbucaq. Üçbucağın tərəfləri biri 7 cm, biri 8, A, B, C. Tən bölən çəkilib, bucağı yarı bölür tən bölən. Bizə deyir ki, DC-dən AD-nin çıxanda sırtamondakı eləyir. Baxın, diqqətlə uşaqlar. DC-dən, yəni bundan bunun çıxanda sırtamondakı isə, yəni bu x-mış, bu da x-suya sırtamondakı imiş də, düzdür. Yəni bu x-mış, bu x-suya sırtamondakı imiş.
Deyir ABC üçbucağının baxın məsələyə ABC üçbucağının, yəni bunun B təpə nöqtəsinə çəkilmiş medianın uzunluğunu istəyir uşaqlar bizdən, tənbələnin yox, medianın. Gəlin median bir dənə çəkək buradan. Baxın median, bax bunu istəyir. Bizim də ki medianın düsturu var da bizdə, yəni bilirik. Əgər üç tərəf, üçü də bəlli olarsa, medianın düsturu necə idi uşaqlar? Median bərabər idi, 2-də 1 vurulsun kökün altında. 2 vur, a kvadrat üstəyə b kvadrat çıxılsın, c kvadrat. Medianın düsturu belə idi, düzdürmü? Birinci əvvəlcən gedək biz x-i tapaq, yəni üçüncü tərəfi tapaq, sonra a, b, c, üç tərəfi yerinə qoyub medianı taparıq. Tənbülən xassəsi nə idi uşaqlar? Tənbülən qarşı tərəfdən yan tərəfləri mütənasib parça ayırırdı. Yəni 7-nin x-a nisbəti bərabərdir 8-in x-yə sıfır tam 10-dakıya nisbətinə. 7-nin x-a nisbəti bərabərdir 8-in sıfır tam 10-da 2 üstəgəl x buna nisbətinə. Tənasüb vururam. Demək, buradan 8x bərabərdir. 7-nin sıfır tam 10-da 2-yə vururam. 1 tam 10-da 4, 7-ni x-ə vururam. 7x. 8x-dan 7x-i çıxanda qalır. x bərabərdir 1 tam 10-da 4-də. X-i tapdım. Uşaqlar, gəlirəm, qoyuram yerinə 3-cü tərəfi tapım. Bura 1 tam 10-da 4. 1 tam 10-da 4-ün də üstünə 0 tam 10-da 2 gəlində 1 tam 10-da 6. Ümumi mənim tərəfim neçə elədi? 1 tam 10-da 4-ün üstünə 1 tam 10-da 6 gəlirəm. Neçə elədi uşaqlar? 3 elədi. Demək, 3 tərəfim var. İndi gəlirəm medianı tapmağa. Median bərabərdir 2-də 1 vurulsun. 2 vur. A kvadrat üstəyə B kvadrat. 7-nin kvadratı üstə gəlinsin 8-in kvadratı. Çıx 3-cü tərəf, yəni C-nin kvadratı. Çıx 3-ün kvadratı. Bu da bərabərdir. Hesablayırıq. 2-də 1 vurulsun kökün altında. 49, bu da 64, eləyər 113, 113-ü 2-yə vuraram, eləyər 226, çıxılsın 3-ün kvadratı, o da bərabərdir. 2-də 1 vurulsun kökün altında 217. Məsələn, bu 217-ni də 1-ə vurub yuxarıda yaza bilərsiniz. Kökdə 217 bölünsün 2. Yəni, cavabı belə saxlaya bilərsiniz. Bundan başqa saxlamaq olmaz. Çünki 217-ni elə bir vurğulara ayıramırıq ki, kökün xaricinə çıxardaq. Baxaq 183-ə, bu 182 idi. 183. 183-də bizə deyir ki, 183-də bizə deyir ki, medianı 15 olan bərabər tərəfli üçbucağın perimetrini tap. Bərabər tərəfli üçbucağın bilirik ki, çəkilmiş medianı həm hündürlükdür, həm tənböləndir. Bizim də hündürlüyümüzün düsturu var idi axı. A kökdə 3 bölünsün 2. Düzdür uşaqlar. Onda elə bu həm də medianın düsturudur, həm də tənbölən düsturudur. Median deyir 15-dir. Apar burada 15-i qoyuram yerinə. 15 bərabərdir A kökdə 3 bölünsün 2. Buradan da A kökdə 3 bərabərdir nəyə? 15 vur 2, 30. A da bərabərdir 30-u kökdə 3-ə bölürəm, eləyir 10 kökdə 3. A-nı tapdığım tərəfi, indi mənə deyir ki, perimetri tap. Perimetrdə 3 A-dır da, düzdür. 3-ü də 10-a vuraram, 30 kökdə 3. Bu da perimetr. Gəldik 184-də. 184-də bizə deyir ki, oturacağı yan tərəfindən 5 cm kiçik olan bərabər yanlı üçbucağın perimetrini tap yine. Aha, bu bizim bərabər yanlı üçbucağımız. Deyir, oturacağı yan tərəfindən 5 cm kiçikdir. Oturacaq kiçikdir də, oturacağı yan tərəfindən 5 cm kiçikdirsə, yəni bu x-dırsa, onda belə çıxır ki, oturacaq x çıx 5-dir. Bərabər yanlı olduğu üçün buna da 1x qoydum. Deyir, perimetrdə 40-dır. x, perimetr nədir? 3 tərəfin cəmi. 3x çıx 5 bərabərdir 40 cm. X isə bərabərdir 45-i 3-ə bölərəm 15 cm. Demək, cavab mənə nə soruşurdu? Yan tərəf. Yan tərəf x idi, bu da x-dir 15 cm. İndi gəldik 185-ə. 185. 185-də mənə deyir ki, 185-də bucaqların nisbətini verib, üçbucağın da bucaqlarının cəmi bilirik ki, 180 dərəcədir, bərabərdir 180 dərəcə, 12, 7, bu da 5, 12K bərabərdir 180 dərəcə, K da bərabərdir 15-ə. Bucaqlardan biri 3 vur 15, 45 dərəcədir, biri 4 vur 15, 60 dərəcədir, biri 5 vur 15, 75 dərəcədir. Bizə deyir AC 12-dir. Gəlin bunun onda şəkil üzərində biz bir dənə göstərək. Məsəl üçün bir şəkil çəkdik. A olsun B, bu da olsun C. Demək, bucaq A
A 3K idi. Baxın diqqətlə. A 3K idisə 3 vur 45, demək bura 45 dərəcədir. Bucaq B 64 vur 15, 60 dərəcə bucaq B idi. Bura 60'dır. Bu da 75 dərəcədir. 75. Mənə deyir ki, AC 12 olarsa, bura deyir 12 olarsa, bu üçbucağın xaricinə çəkimi çevirən radiusunu tapın. Aha, xarici çəkimi çevirən radiusunu istəyir məndən. Üçbucağın xaricinə çəkilmiş uşaqlar çevirənin radiusunu tapmaq üçün nə edirik? Sinuslar teoremindən istifadə edə bilərik. Sinuslar teoremində nə deyilirdi? Deyir ki, A bölünsün sinus alfa bərabərdir 2R-ə. 2R-ə. Belə bir düsturumuz var uşaqlar. Bunu kimdə yoxdur qeyd eləsin. Demək A bölünsün sinus alfa, yəni tərəf bölünsün bucağın sinusu bərabərdir 2R-ə. Ümumiyyətlə sinuslar teoremi necə idi? Qarşıdakı tərəfin qarşısında öz qarşısındakı bucağın sinusuna nisbəti bərabərdir digər tərəfin öz qarşısındakı bucağın sinusuna nisbəti bərabərdir digər tərəfin öz qarşısındakı bucağın sinusuna nisbəti. İndi biz bu xarici çəkimi çevirən radiusunu da bu düsturla da belə tapa bilərik. Demək burada A-nın yerində 12 qoyacağım. Sinus da 60 dərəcədir. Demək A 12'dir. Sinus 60 dərəcə neçədir uşaqlar? Sinus 60 dərəcədə kökdə 3 bölü 2'dir. Kökdə 3 bölü 2 bərabərdir 2R-ə. Buradan da tənasüb eləyəcəm. Belə. Demək onda 2R vurulsun kökdə 3 bölünsün 2 bərabərdir 12'yə. 2'lər getdi. R bərabərdir 12'ni bölərəm kökdə 3'ə. Bu da eləyər 4 kökdə 3. İrasionaldan azad edirsiniz. Görürsünüz ki, cavab alındı 4 kökdə 3. Demək cavab 4 kökdə 3. Gəldik 186'ya. 186 da onun eynisidir. Onu da yaxşı yazacağım. 186. 186'da da yine bucaq A, yine birbaşa yazacağım. 2K, 3K, 5K, 7K, 12K bərabərdir 180 dərəcə. Yine de K 15'dir. Onda demək bucaq A bərabərdir 2 vur 15, 30 dərəcədir. Bucaq B 3 vur 15, 45 dərəcədir. Bucaq C 7 vur 15, 105 dərəcədir. Bunları tapdıq. Bunları tapandan sonra mənə deyir ki, AC yenə də deyir 18'dir. AC uşaqlar, elə belə şəkilsiz də yaza bilərəm onu. Elə bayaqki şəkildən də istifadə edə bilərəm. AC 18'dirsə onun qarşısında duran bucaq B-dir də, düzdür, 45 dərəcədir demək məndə. Demək onda yenə də indi məndən BC-ni istəyir. Hə, sinuslar teoremi yaxşı. Şəkili buradan baxaq. Məsəl üçün, bura 18'dir deyir. Və yenisini çəkirəm. Yaxşı fikriniz qarşır. Yenisini çəkirəm. Bu bizim üçbucağımız. Bucaq A dedi ki 30 dərəcə. Məsəl üçün, bucağa olsun bura. Bu buna uyğundur. Bu 45'ə məsəl üçün uyğun gəlir bir balaca. B olsun. Bu da olsun. Bucaq C. Bu da 105 dərəcə. Deyir ki, 186'da AC deyir 18'dir. AC bura 18'dir. Məndən soruşur BC-ni. Aha, buranı istəyir. Uşaqlar, sinuslar teoremidir. Bir dənə diqqətlə baxın. Demək, dedik ki, sinuslar teoremi nə idi? Tərəfin qarşısındakı bucağın sinusuna nisbəti, sinus 45'ə nisbəti bərabərdir. Bu tərəfin, bunu istəyirsə bunu istifadə edirəm. Bunun qarşısındakı bucağın sinusuna nisbətinə. İndi buradan tapıram. Demək, ardından yazıram buradan. 18 sinus 45 kökdə 2 bölü 2'dir. Bölü 2 bərabərdir. X sinus 32'də 1'dir. Buradakı ikiləri ixtisar eləmək olar. Demək, tənasübdə x vur kökdə 2. Kökdə 2 vur x bərabərdir. 18 vur 1, 18. X bərabərdir. 18'i kökdə 2'ye böləndə 9 kökdə 2. Demək, cavabımız oldu 9 kökdə 2. Baxaq 187'yə. 187. 187'də bizə belə bir şəkil verib. Əvvəlcən şəkli çəkək. Buradan bura bir hündürlük verib. A, B, C üçbucağı. Deyir ABC bərabər tərəfli üçbucaqdır. BD bərabərdir 4 vurulsun AD-yə. Deyir BD
BD bərabərdir 4 vur AD. Belə çıxır ki, BD 4 AD-dən 4 dəfə böyükdür də. Yəni bura x-dırsa, bura 4x-dir. Bu da bərabər tərəflidir. Axı demək 5x-dir da. Hər bir tərəfi düzdür. Demək burada 5x-dir. Bu da bərabər tərəfli bucağı idi. Axı 3 bucağı idi. Demək hər bir bucağı 60-dır da. Düzdürmü? Hər bir bucağı 60 dərəcə. Onda demək, bura 60-dırsa, burada mütləq 30 dərəcədir də. Axı düz bucaqda, üç bucaqda, iti bucaqların cəmi 90 olmalıydı. Onda 30 dərəcəli bucağın qarşısındakı tərəfdə hipotenuzun yarısı idi. Bura məsəl üçün 4x-dırsa, onda bura 2x-dir. Bura 2x-dırsa, y-sə nə qədər olar? 3x olar. Ümumi 5x olmalıydı. Nə soruşur? Deyir SY böl BY. Yəni 3x böl 2x. Məndən bunu soruşur. Bu da x-lar gedər ixtisar. 3'ü 2'ye böləndə eləyər 1,5. Bax 188-ə 188. 188-ə mənə şəkil verib. Yenə mən şəkli çəkəcəm. Aha, belə bir şəkil. Bu tən böləndi. Tən böləndi. Bu da tən böləndi. Bu da tən böləndi. Sonra bura 3 santimetrdir. A, Y, B, F. Bura 8 santimetrdir. Bu da C'dir. Bu da D'dir. İndi verilənlərə baxaq. Deyir, BD nəsəyə tən böləndi. AY 3'dür. BC 8'dir. AC 12'dir. Aha, burada bizə verilib. Bu da 12 santimetrdir. İndi mənə deyir ki, olarsa AD neçə santimetr olar? AD, baxın, buranı istəyir məndən. AD-ni istəyir. Aha, mən bunu tapmaq üçün nə edirəm uşaqlar? Tənbölən xassəsindən istifadə edəcəm. Baxın, bura bütün 12'dir. Tənbölən, bu da tənböləndir, bu da. Burada məndə bura məşğuldur. Bunlar ikisi də ayrı-ayrılıqda məşğuldur. Cəmini bilirəm 12'də, amma ayrı-ayrılıqda məşğuldur. Ona görə mən bu tənböləndən istifadə eləməyəcəm. Bundan istifadə edəcəm. Baxın, şəkli fırladanda görün nə alır. Demək, bunun buna nisbəti bərabərdir bunun buna nisbəti. Məndə bu da var. Bir dənə bu yoxdur. Y atıram məsəl üçün bura. Sonra bu 12 var, 3 var. Hamısı var. Bir dənə bu yoxdur da. Yəni bir dənə məşğul onda tapma olar da. Onda yazıram ki 8'in Y-ə nisbəti bərabərdir 12'nin 3'ə nisbəti. Aha, buradan da indi tənasübmə eləyirəm. 12Y bərabərdir 24'ə. Y bərabərdir 2'yə. Demək, mən buranı tapdım. Baxın, bax buranı tapdım. 2. İndi mənə lazımdır ki, bu x-i tapmaq. Məndə indi, baxın, uşaqlar, bura var, bu yoxdur. Ümumi bura 12'dirsə, burada 12 çıx x-dir. Vəssalam, hamısı var. Yəni, bir dənə məşğul varsa, onu eləmək mümkündür. 3, 2, elədi 5. 5'in x-a nisbəti bərabərdir 8'in 12 çıx x-a nisbətinə. 8x bərabərdir 5 vur 12 60, 5 vur x 5x. 13x bərabərdir 60'a, x də bərabərdir 60 bölünsün 13'ə. Vəssalam, bu da bərabərdir 4 tam 13'də neçə olar? 52, bu da 8. 4 tam 13'də 8. Məndən AD-ni soruşurdu. AD də elədi 4 tam 13'də 8. Baxaq 189'a. 189. 189'da mənə deyir ki, baxın uşaqlar diqqətlə, belə bir yenə də şəkil verilib, şəkli çəkəcəm. Yəni şəkli çəkin həmişə məsələni rahat işləyəsiniz. Aha, belə, özü biraz iri çəkin, geniş çəkin, rahat olsun. Bu tənböləndir deyir, bu hündürlükdür, bu kökdə 13'dür. Üçbucağımızın adı A, B, C, D. Bura deyir 6 santimetrdir. Bura 3 santimetrdir. Verilənləri yazdıq. Deyir bucaq A, B, C böyükdür 90 dərəcədən. Bax bura. Bax bura 90'dan deyir böyükdür. Deyir ki 7 bərabərdir 3. Hoşum olarsa AB-ni tap. AB, bax bunu istəyir məndən. Bu da tənböləndir də. Yəqin ki, aha, bəli, tənböləndir. İndi gəlin bunu tapaq. Burada uşaqlar belə bir şey eləmək istəyirəm. Elə bir ki, bu 90'dan böyük olduğu üçün kör bucaqda da. Mən bu kör bucağında, mən istəyirəm bu hündürlükdən birini də bu tərəfə çəkim, amma bunun içinə düşmür.
Yəni bu kör bucaqdır deyə bax bir də belə çəkmək istəyirəm. Bax bu tərəfin uzantısı üzərində yerimdə qalmadı. Bax burada bir dənə 90 dərəcəli bax bucaq əmələ gətirmək istəyirəm. Bu 90 dərəcəli bucağı əmələ gətirsəm, onda burada 3 sm olar. Bax bura kökdə 13-dür, bura 3-dür. Başqa çarəm yoxdur. Bu olar düz bucaqla üzbəüz tərəf hipotenuzdur, yəni kökdə 13. Onda kökdə 13-ün kvadratından çıxaram 3-ün kvadratını. Bax taparam bax buranı. Bax buranı. Bu da eləyər 13 çıx 9. Kökün altında qoy yazım. 4, 4-dən də çıxar 2. Demək mən buranı, bax bu balaca yer, buranı 2 tapdım. Bura 2'dir. Onda demək burada 2'dir. Elə görürsüz uyğun üçbucaqlar yaratdım da, oxşar üçbucaqlar. Sadəcə yerim çatmadı deyə bu biraz balaca görsənir. Bundan eynidir əslində. Demək buranı tapdım 2 sm. İndi mən buranı demək tapa bilərəm. Buranı da mən necə tapacağam? Tənbəlin xassəsinə görə nəsə eləyə biləriksə, eləyək. Eləyə bilməriksə, yəqin ki, eləyərik. Heç uşaqlar burada tənbəlin xassəsi də lazım deyil bizə. Çünki baxın, biz elə şey çəkmişik ki, oxşar üçbucaqlar düzəltmişik də. Buradan bura qədər hündürlüyə qədər, yəni nə qədər məsafədirsə, buradan da elə hündürlüyə qədər 6-dır da məsafə. Onda 6-dan elə 2-ni çıxaram. Taparam ki, x 4'müş. Vəssalam, məndən də elə bunu soruşurdu. Cavab olacaq AB 4 sm. İndi baxaq 190-a. 190-da mənə deyir ki, belə qoyun yazın. 190. Aha, 190. 190'da mənə deyir ki, üçbucaq verilib. Yəni, yerini düzəldək. Yaxşı tərsinə qoyun dəftəri. Aha, 190. 190'da mənə belə bir üçbucaq verib. Baxın, bu mənim üçbucağım. Deyir ki, buradan bir dənə belə hündürlük çəkib. Deyir ki, bu da buna bərabərdir. Bu da hündürlükdür. Bu 3 kökdə 2'dir. Bu özü də düzbucaqlı üçbucaqdır. Deyir ki, ABC bərabər yanlı üçbucaqdır. Aha, məsəl üçün bu x-ısa, bu x-ısa, onda burada 2x. Yəni bərabər yanlıdır. Sonra deyir ki, BY bərabərdir y-si. Sonra DC 3 kökdə 2'dir. AD parçasının, AD haradır? Bu A'dır, bu B'dir, bu Y'dir, bu C'dir, bu da D'dir. AD parçasının, bax bunun uzunluğunu istəyir AD-ni. AD-yə 1 y qoyuram, məsəl üçün. Bunu istəyir məndən. Aha, bunu istəyirsə, gəlin belə eləyək də. Baxın, bu buna bərabərdir deyə mən bir dənə də buradan belə eləyirəm. Baxın, bax buna paralel çəkirəm. Bax buna paralel, bu hündürlüyə paralel. Bu da oldu hündürlükdə, düzdür. Bu x-dır, bu x-dır, eynidir. Onda bu 3 kökdəkidir, elə bu da 3 kökdəkidir. Bax bura. Bu da 3 kökdəkidir. Onda axı bərabər yanlı üçbucaqdır. Düzbucaqlı üçbucaq olsa da bərabər yanlıdır da. Bərabər yanlı üçbucaqda çəkilmiş hündürlük həm tənböləndə, həm mediandır da. Demək onda bura ümumi nə qədər oldu uşaqlar? 3 kökdəki, üstəlik 3 kökdəki. Buranın bütün uzunluğu neçə oldu? 6 kökdəki. Onda elə burada 6 kökdəkidir də, düzdür? Bu da məndən AD-ni soruşurdu. Bura qədər məsafə 6 kökdəki, bu da 3 kökdəki. Onda AD nəyə bərabər oldu uşaqlar? 6 kökdə 2, üstə gəlsin 3 kökdə 2 bərabərdir. 9 kökdən 2'ye bərabər oldu. Aha, baxaq 191'ə. 191. 191'də mənə deyir ki, bərabər yanlı üçbucağın yan tərəfinə çəkilmiş hündürlük. Baxın, bu mənim bərabər yanlı üçbucağım. Bərabər yanlı üçbucağın. Bərabər yanlı üçbucağın yan tərəfinə deyir çəkilmiş hündürlük. Yan tərəfinə bir dənə hündürlük çəkdim. Oturacağına bitişik bucağını, buranı 50 və 20'ye ayırır. Aha, baxın 50 və 20 dərəcəlidir bucaqlara ayırdı. İndi deyir ki, bu üçbucağın təpə nöqtəsini, təpə bucağını tap. Bax, bunu istəyir məndən. Uşaqlar, əgər bura 50-20, aha, yan tərəf çəkmiş hündürlük oturacağına. Burada biraz qarşılıq var. 50-20, 70 bərabər yanlıdırsa bu da 70. Amma ki, bu nətər hündürlük ola bilər?
bərabərlik üçbucağın yan tərəfinə çəkilmiş hündürlük. Yan tərəfinə çəkilmiş hündürlük. Bərabər yanlı üçbucağın yan tərəfinə çəkilmiş hündürlük. Hündürlüyü oturacağın bitişik bucağını oturacağına bitişik bucağı 50 dərəcə və 20 dərəcəyə ayırır. 70, 70, 140 burada qalır 40. Elə şey olar, uşaqlar bu məsələdə səhvlik var da. İndi bunların cəmi axı 180 da olmalıydı. Bura 50 idisə bura 40 olmalıydı. Yaxşı, məsəl üçün indi mən buranı 40 yazsam, onda şəkli düz çəkməmişəm mən uşaqlar. Bu 40 yazsam, onda bura 70 olur. 70 olur. Elə bir ki şəkil, baxın belə olmalıydı. Bax tərsinə. Belə. Yan tərəfə. Elə bir ki bu tərəfinə 70 budursa 70 budur. Bunu 70 dərəcə. Bunu ilə bu bərabər olmuş olur. Bax şəkil belə. Yan tərəfinə çəkilmiş hündürlük 50 ilə 20. 50 ilə 20-in yerini səhv yazmışdım. Amma yəni başa düşüldü də uşaqlar. Məsəl üçün 20-ni qoy buraya yazım. 50-ni buraya yazsam. İndi düz alınır. İndi də düz alınmır. Bura 20, 50, 70. Burada alınır. Bax indi bura 70. Şəkli yəni biraz bura 20-nin 50-nin yerini səhv yazmışdım. 20, 70, 90, 90, 180 oldu. İndi bu 70, bu 70, onda oldu bu 40. İndi düz alındı. Demək cavab 40 dərəcə. Baxaq indi 192-yə. 192-də bizə deyir ki, hipotenuzu 34 sm, katetlərinə 1,30 olan düzbucaqlı üçbucağın daxilinə çəkilmiş çevirən radiusunu tapın. Bunu dedik ki, düzbucaqlı üçbucağın daxilinə çəkilmiş çevirən radiusu katetləri toplayırsınız, çıxırsınız, hipotenuzu bölürsünüz 2-də. İndi burada da hipotenuz 34-dürsə, katetlərinə 1,30-dur. Uşaqlar, bu hipotenuz katet böyük ədədlər veriləndə Pifaqor ədədlərini rahatca tapa bilərsiniz. Elə bir ki, baxın, balacalarını ya əzbər bilirsinizsə, böyükləri də rahat tapma olar. 34 ilə 30 hər biri 2-yə bölünür, düzdür? Bu 17 eləyir, bu da 15. Biz də bunları əzbər bilirik axı, Pifaqor ədədləri 17, 15, bura 8. Əvvəldən 2-yə bölmüşəm, indi 2-yə vururam da. Olur 16. Demək onda burada katetin biri 16, biri 30, hipotenuz 34-dür. İndi deyir çevirən radiusunu tap, yarım tapıram da 16 üstə gəlsin 30, çıxılsın 34 bölü 2. 46 çıx 34, 12 bölü 2, 6. Cavab elədi 6 cm. Baxaq 193-ə. 193-də bizə deyir ki, ABC düzbucaqlı üçbucağında bucaq B 90 dərəcədir. Bucaq B bura 90-dır. Sonra BH perpendikulardır AC-yə, BD DC-yə, BD DC-yə bərabərdir. Bu ilə bu bərabərdir bir-birinə. Bax, bundan bu. BH 12-dir, AH 8-dir, DCD-ni tap. Uşaqlar, biz birinci növbədə bir dənə qayda düşür yadımıza. Düzbucaqlı üçbucaqda düzbucaq təpəsindən çəkilmiş hündürlüyün düsturu düşür yadımıza. Nəyə bərabər idi? H bərabərdir kökün altında proyeksiyaların hasili. 8 vur HC. Düzdür. Bax belə. Hündürlüyümüz indi 12 var. Qoyuram. 12 bərabərdir. Kökün altında 8 vur HC. Bunların hər bir tərəfin kvadrata yüksəldirəm ki, kökdən qutaraq. Olur 8 HC bərabərdir 144-ə. HC də bərabərdir 144-ü 8-ə böləndə 1. O da 64-də də bu 8 dənə. HC oldu 18. Yəni biz bunu bütünlüyünə HC-ni tapa bildik. İndi mənə deyir ki, mənə nə deyir? CD-ni deyir tap da, bunu istəyir məndən. Yəni mən bu çıxılı yeri buranda tapmalıyam da, belə çıxır, düzdür uşaqlar. Mən indi bunu necə tapım? Burada məsəl üçün mən bura 1x qoysam, bu şəkli çəksəydim yaxşı olardı, yox. Bura 1x qoysam, burada 1x qoysam, buranın bütün 18 tapmışam axı. Onda 18-dən x-i çıxsam, bura qalar da. Yəni bura 18 çıx x-dır. Baxın, çəkəcəm şəkli yaxşı. Aydın olmaq üçün çəkək. Bu düzbucaqlı üçbucağımız, bu hündürlüyümüz.
Bu da bax dedi ki buna bərabərdir. Mən buranın bütün tapdım da 18 düzdür. İndi bura x-ısı, bu da x-dır uşaqlar, düzdürmü? Demək onda mən 18-dən x-i çıxsam, baxın bax bu boyda yer, bax bura 18 çıx x-dır. Bu da 8-dir. Onda mən burada Fiqor teoremi edə bilərəm də. Bax bu da 12-dir. Baxın bax bu düzbucaqlı üçbucaq var ha. Bax bu düzbucaqlı üçbucaq. Bax 12-nin kvadratı üstə gəlinsin 18 çıx x-in kvadratı. 12-nin kvadratı, baxın diqqətlə, 12-nin kvadratı üstə gəlsin 18 çıx x-in kvadratı bərabərdir hipotenuzun kvadratına. Buradan x-i taparam, işimi görərəm. Vəssalam. 144 üstə gəlinsin 324 çıxılsın 36x üstə gəlsin x kvadrat bərabərdir x kvadrata. Bunlar gedər. 36x bərabərdir. Bunları toplayanda neçə eləyir? 1000 yox, 1000 nə idi? 468. X bərabərdir. Bunu buna böləndə 1, 108-də 36, 3 dənə, 13. X-i tapdım ki, 13-dür. Demək, X bura 13-dür də, uşaqlar, 13. Onda 18-dən də 13 çıxanda bura eləyər 5. Məndən nə soruşurdu 193-də? 193-də məndən soruşurdu CD-ni tap, CD. Elə CD-ni tapdım, 13 cm. İndi baxaq 194-də. 194. 194-də deyir ki, baxın 194. 194-də deyir düz bucaq təpəsindən çəkilən tənbölən ilə hündürlük arasındakı bucaq 20 dərəcədir. Bir dənə yenə də düz bucaqlı üç bucaq çəkirəm. Baxın. Düz bucaq təpəsindən deyir çəkilən tənbölən. Baxın bu bizim tənbölənimiz 45-45-ə böldü. Buranı və hündürlük arasındakı deyir bucaq. Bir də hündürlük çəkirəm. Məsəl üçün bu da olsun bizim hündürlüyümüz. Deyir ki 45, bura baxın 45 dərəcədirsə, onda bu da bütün 45 idi axı, düzdür. Onda 45 idisə burada bütün. Bura deyir ki mənə arasındakı bucaq 20-dir. Bu 20-dirsə uşaqlar bu da 25-dir də. İkisi bir yerdə 45 olmalıydı. İndi deyir ki düzbucaqlı üçbucağın ən kiçik daxili bucağı neçə dərəcədir? Baxaq da bu hündürlükdürsə, bura 25-dirsə, bura neçə olar uşaqlar? 65. İti bucaqların cəmi 90. İndi bir dənə də buradan da bu da hündürlükdür də 45, 20, 65. 90-dan da 65-i çıxaram. Onda buranın da payına qalar 25. Vəssalam. Demək onda ən kiçik daxili bucağı neçə dərəcə oldu uşaqlar? 25 dərəcə oldu. İndi baxaq 195-ə. 195. 195-də mənə deyir ki yarım perimetri P və hipotenuzu C olan düzbucaqlı üçbucağın daxilinə çəkilmiş çevirən radiusunu P və C ilə ifadə elə. Baxaq, düzbucaqlı üçbucağın daxilinə çəkilmiş çevirən radiusu nəyə bərabərdir uşaqlar? A üstə B çıx C bölünsün 2 idi. Düzdür? İndi yarım perimetr deyir də, yarım perimetrlə deyir ifadə elə. Yarım perimetr nəyə bərabərdir? P bərabərdir. Bu böyük P olsun. Məsəl üçün bir də balaca P. Yox, əksinə. Bu böyük P, balaca P olsun. Bir dənə böyük P bölünsün A, bölünsün 2. Yəni A üstə gəl B üstə gəl C bölünsün 2. Bu bizim yarım perimetrimiz. İndi deyir ki bunu əvəz elə. Gəlin əvəz eləyək uşaqlar. Baxın, buradan mən bunu tənasüb kimi eləyəcəm. Buradan A üstə gəl B üstə gəl C nəyə bərabərdir? 2 vurulsun P-yə. Düzdür? 2P. Buradan da baxın, məndə nə var burada? A üstə B var da. Mən A üstə B-ni buradan tapıb aparıb qoyacam buraya yerinə. A üstə B bərabərdir 2P çıxılsın C. İndi mən buradakı bunun yerinə qoya bilərəm. Baxın, yazıram R bərabərdir 2P çıxılsın C. Bir dənə də çıx C var burada. Sonra böl 2. Çıx C böl 2. Demək R bərabər oldu. Nəyə uşaqlar? 2P çıx 2C. 2P çıx 2C böl 2. Hər biri 2'ye bölünür. Qalır R bərabərdir P çıx C. Baxın, əvəz elədik. Cavab oldu bu. Aha, qaldı burada bir dənə, heç nə qalmadı uşaqlar. Bitirdik. Elə bilirəm yenə bir dənə qalıb, yoxdur. Demək 195-ə qədər idi testlər burada. Bunları işlədik. Gələn dərslərdə digər testləri yazarıq. İndi bunun qarşısındakı testləri də mən yazmamışam. Çünki dedim asan testlərdə yəqin sizin üçün yazmadım. Amma indi vaxt olduqca onlar da yazaram.